Keçmişdən bu günə qədər telefonların inkişafını görmək üçün retro telefon kolleksiyaçısı Elxan Yaqubovla həmsöhbət oldu. 15 ildir ki, bu kolleksiyanı toplayan müsahibimiz bu işə necə başladığından danışdı. Yeni nəsil telefonlar çıxanda bu telefonlardan 1-2-3 dənə qalmışdı məndə, evdə yəni istifadə etdiyim telefon. Heç birinin yanına birini, bir də ayıldım ki, hardasa bir 800-ə yaxın telefonum var. Daha da çox maraqlandım, daha da işlətmədiyim telefonları əldə etmək istədim. Onda bir də görüb ayıldım ki, hardasa bir 10 minə yaxın telefonum var. Kolleksiyanın biri-birindən fərqli eksponatları mobil telefonların təkamülünü öz gözlərimizlə müşahidə etməyimizə imkan yaradır. Bugünkü gün aktiv olanlar 92-dən 98-ə qədərdir. Mənim əlimdə də tam işlək vəziyyətdə olan telefonlar var. Tam işlək vəziyyətdə olan telefonlar var ki, 96-95-in ümumi telefondur. Özdə bunlar nömrə ilə istifadə olunmur. Bunu o vaxtı bilənlər hər halda bilir, yəni bizim yaşlı nəsil biləcək. Sahil metrosunda ödəniş terminal fason bir yeri var idi, Bakserin kişonu. Orada ödəniş eləyərək, nömrə alaraq bunu istifadə edirdin. Yəni, o da nömrə qoyulmur da, nömrə buna yazılır. 8000 eksponatın arasından bir dənə də maraqlı eksponat var. Bu dünyanın ən balaca telefonudur. Elxan bəy deyir ki, bu telefonu Polşadan çox çətinliklə əldə edib. Çox maraqlı, bəlkə açarına taxmır buna. Kolleksiya toplamaqla yanaşı, müsahibimiz bu telefonların satışı ilə da məşğul olur. Elələri var ki, onları ümumiyyətlə satmaq fikrim belə yoxdur. Amma elə telefonlar var ki, bəli, onlar satışdadılar. Müəyyən miqdarda olan telefonlar var ki, onları satmaq istəyirəm. Ən əsas ona görə satmaq istəyirəm ki, hələ də bu telefonlar ölməsin, istifadə olunsun və qiymətlər də elə telefonlar, belə deyək də, ən köhnə modellərdən 10 manatdan 100 manata qədər də qiymət dəyişir. Yəni, hər bir modelin özünə aid qiyməti var, özünün vəziyyətinə uyğun olaraq, dilinə uyğun olaraq qiymətləri dəyişir. Həqiqətən çox sevirəm ki, 50%, 60% Azərbaycanlıların hamısının həvəsi var, hamı istifadə etmək istəyir. Və məcburiyyətdən istifadə edənlər var, yaşlılar var ki, ümumiyyətlə sensor işlədə bilmirlər, yalnız knopkalı telefon işlədirlər. Köhnə model və bahalı, həqiqətən qiyməti olan antikvariyyat telefonları görmüşəm, muzeylərini gəzmişəm, satılmayanlarını, satılanlarını görmüşəm. Çox istəyərdim, onlardan məndə olsun. İnşallah əldə edəcəm. Hələ əldə edəcəyim modellər çoxdur. İndi bəzi telefonlarda olan funksiyalar, yəni, əlbəttə ki, rahat ola bilər, rahatdır. Amma şəxsən bu mənim öz şəxsi fikrimdir ki, əlbəttə ki, köhnə modellər də qalsaydı, əvvəlki funksiyalar qalsaydı, daha gözəl olardı. Asanlıqla imtina edə bilərəm bu yeni modellərdə.